Təhsil verənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günündəyik. Bugün ibtidai sinif müəllimləri və coğrafiya fən müəllimləri ilk dəfə olmaqla Respublika üzrə 4000-dən çox təhsil verən sertifikatlaşdırma prosesində iştirak edəcək. Bütün müəllimlərə uğurlar arzu edirik. Bu gün də ölkə üzrə 24 müxtəlif imtahan mərkəzində və 17 müxtəlif şəhərdə imtahanlar təşkil olunub. İlkin məlumatlara əsasən 4000-dən artıq namizəd müəllim bu prosesdə iştirak edir və 97%-ə yaxın davamiyyət qeydə alınıb. Qeyd etdiyimiz kimi, bugün saat 12:00-dan etibarən dünən bu prosesdə iştirak etmiş müəllimlər üçün apellyasiya müraciətləri aktiv olunacaq. Müəllimlər öz müraciətlərini portal.edu.az saytı vasitəsilə bildirə biləcəklər. Burada həm imtahan sualları ilə bağlı, imtahan məzmunu ilə bağlı, həm də prosesin təşkili ilə bağlı öz müraciətlərini təqdim edə biləcəklər. Qanunvericiliyin tələblərinə müvafiq olaraq müəllimlər prosesdən sonraki bir ay müddətində apellyasiya müraciətlərini istər elektron formada, istər yazılı formada müraciət edə bilərlər. Bizim əsas məqsədimiz təqdim olunan müraciətləri qısa müddət ərzində geri dönüşləri təqdim etməkdir.